əqidəsindən, firqəsindən, məzhəbindən asılı olmayaraq orada əzəmətli Allah evinin başına fırlanılması bu göstərir ki, insanlar nə qədər bir-birinə yaxındır. Təbii ki, belə bir vəhdəti dünyanın heç bir yerində görmək, müşahidə eləmək qeyri-mümkündür. Bu bizim dinimizin gözəlliyidir. Bəli. Baxın, bu ilahi bir dəyərdir. Əgər bir ilahi dəyər ətrafında insanlar cəm olsa, artıq orada insanların bir-birinə olan münasibəti dəyişir. Yəni, qəsd, məqsəd Allahın razılığına, Allaha çatmaq yönündə olanda artıq burada insanın fikri, zikri bu hansı millətdəndir, bu qara dərilidir, bu ağ dərilidir, bu necədir? Artıq bu fikir sağa sola getmir. İnsanın fikri, zikri buna yönəlir ki, mən ilahi dəyərlər əsasında bu Kəbə evinin başına fırlanıram və bu Kəbə evinin təvaf edənləri də hörmətlidir. Allah Teala buyurur ki, Kəbə evinin təvaf edənləri hörmətlidir. Çünki onlar Allahın nişanələrindəndir. Ona görə hacılar bu ayələrdən xəbərdar olanlar bir-birindən çox müğayyətdir ki, bir-birinin hörmətini sındırmasınlar, bir-birindən mülayim, mehriban rəftar edirlər.